Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Euzu billahi mineşşeytanirracim. Ya eyyühen nebi kul li ezvacike ve benatika ve nisa'il mu'minine yudnine aleyhinne min celabibihinne. Sadakallahul aliyyul azim. Aziz izleyiciler, bizim sədaqətli, fədakar, dəyərli izləyicilər, bugün biz növbəti canlıda hər birinizi xoş gördük. Mən sizin üçün oxuduğum Əhzab surəsinin 59-cu ayəsinin bir hissəsi idi. Həmən ayədə Uca Allah öz Peyğəmbərinə, əziz İslam Peyğəmbərinə xitabən buyurur ki, ey Peyğəmbər, öz həyat yoldaşlarına, öz qızlarına və möminlərin həyat yoldaşlarına, yəni möminə xanımlara, nisaul müminin, mömin qadınlara denən ki, evdən çıxanda özlərini tam formada örtsünlər. Onun növbəti hissədə bəzi məqamlara toxunur. Oxuduğum ayə İslam dinində, Quranda hicabı vacib edən ayələrdən biridir. Bir neçə hicabı vacib edən ayələr var. Eyni zamanda Nisa surəsində və Əhzab surəsində 2 ayə, Nisa surəsində 1 ayə hicab barəsində qeyd olunur. Bu ayəni son günlər Azərbaycanda hicabla bağlı müzakirələrin aktivləşməsinə görə diqqətinizə çatdırdım. Ayənin təfsiri, ayədə olan o xırdalıqlar, detallar, bunlar haqqında danışmaq istəmirəm. Sadəcə bugünkü biz canlımızı uyğun gördüm ki, bu ayə ilə başlayaq və inşallah bizim bugün canlımız deməli çox zəngin olacaq, müxtəlif mövzular var canlıda müzakirə etmək üçün. Biri də dediyim kimi son günlər hicabla bağlı ayələr, deməli vəziyyətdir. Hicabla bağlı deməli onsuz da Azərbaycanda vəziyyət olduqca gərgin idi və bu günlərdə artıq hicabla milli geyim hesab olunan kəl-ayağının qarşı-qarşıya gətirilməsi haqqında Milli Məclisdə qanun qəbul etmək istəyirlər. Bu barədə də biz canlıda olduğumuz müddətdə bəzi məqamlara toxunacağıq inşallah. Əzizlər, mən onu da sizin diqqətinizə çatdırım ki, bugün həmişə olduğu kimi, daha doğrusu son ay olduğu kimi bugün də biz deməli əsasən bizim əsas mövzumuz İran ətrafında olacaq. İranda baş verən proseslər, İran ətrafında gedən müharibə və deməli, bəli, İran ətrafında gedən müharibə, düşünürəm ki, belə daha yaxşıdır. İran ətrafında olan müharibə və xüsusən son günlər deməli Donald Trump'ın və İranın qarşılıqlı bəyanatları, dünyanın bu istiqamətdə mövqeyi və s. məsələləri biz müzakirə edəcəyik. Eyni zamanda Azərbaycanda baş verən proseslər də bizim diqqətimizdədir həmişə. Bu barədə də biz deməli danışacağıq. Əzizlər, bu mövzulara başlamamışdan əvvəl mən hər birinizdən xahiş edirəm, canlını bəyənin. Cavid Cabbarlı YouTube kanalına əgər abunə olmamışsınızsa
tələsin, abunə olun və eyni zamanda yorumlar yazın, paylaşımlar edin. Mən bunu hər dəfə deməkdə faydalı hesab edirəm. Biz birlikdə güclüyük, biz birlikdə bu ağır və məsuliyyətli işi ancaq birlikdə qabağa apara bilərik. Tək bir adamın işi deyil, çünki bu bir ümumi bir mübarizədir, bu vətən mübarizəsidir, bu insanların maarifləndirilməsi istiqamətində aparılan mübarizədir, insanların hüquqlarının qorunması istiqamətində aparılan mübarizədir, bizim gördüyümüz işlər. Ona görə də bir nəfərin işi deyil, biz buna kollektiv şəkildə xalq olaraq, millət olaraq biz bunu deməli bu mübarizəni aparmalıyıq. Əziz izləyicilər, buna görə də bizim əlimizdən bu gəlir ki, biz danışırıq, məlumatları dəqiqləşdiririk, toplayırıq, sizə təqdim edirik, təhlil edirik, bəzən proqnozlar səsləndiririk. Sizin də vəzifəniz, mən düşünürəm ki, yəni əslində mənim kiməsə vəzifə biçmək kimi bir səlahiyyətim yoxdur və özümü elə bir səviyyədə görmürəm kiməsə səlahiyyət biçim. Amma yaxşı olar ki, biz bunu birlikdə eləyək. Biz əgər bu məlumatları hazırlayıb sizə təqdim eləyiriksə, siz də zəhmət olmasa məlumatları yayın, heç olmasa bəyənin. Çünki burada sizdən elə bir enerji, vaxt tələb olunmur. Sadəcə abunə ol düyməsini sıxmaqla abunə olursunuz kanala, bəyənmə düyməsini sıxmaqla bəyənirsiniz. Yorum yazsaz da olar, olmasa da olar, biraz zaman apara bilər. Paylaşma düyməsini sıxmaqla paylaşırsınız və bununla da siz deməli bizim bu proqrama daha çox insanın qarşısına çıxmasına və proqramın daha çox insan üçün əlçatan olmasına dəstək olursunuz. Əzizlər, siz deməli zəhmət olmasa bəyənmələri artırın. Mən canlıda olan insanlara bir daha salamlayıram və orada da deməli proqrama başlayanda istəyirəm ki, göz gəzdirəm. Hər hansı bir təkliflər olarsa, verdiyimiz sözə uyğun olaraq təkliflər olarsa və hər hansı bir mövzu olarsa, o mövzunu səsləndirək. Amma sadəcə salam və xoş sözlər qeyd olunub. Mən hər birinə təşəkkür edirəm. Yenə də bu istiqamətdə deməli biz canlıda olduğumuz dövrdə biz yorum hissəsinə baxacağıq. Əziz izləyicilər, mən əvvəla bir məsələni xüsusi olaraq mənim diqqətimdədir. Mən o məsələni bugün sizin üçün danışmaq istəyirəm və o məsələni danışmazdan əvvəl istəyirəm ki, əvvəlcə başqa məsələlərə deməli münasibət bildirəm və sizin diqqətinizə çatdırım. Sonra biraz canlıda iştirak edənlərin sayı artanda mən o mövqeyi deyəcəm, işarə eləyəcəm. Bu şəxsən mənim öz mövqeyimlə və eyni zamanda bir çox yerlərdən mənim haqqımda səslənən fikirlərlə bağlıdır. Sözün açığı mənim üçün o qədər də əhəmiyyətli deyil bu səsləndirilən fikirlər, amma gördüm ki, bu müxtəlif mənbələrdən gəlir və insanlar arasında müxtəlif deməli yanlış fikirlər formalaşar deyə mən bu məsələyə bir neçə dəqiqə münasibət bildirəcəm. Hər kəs onsuz da həyat belədir də, hər kəs öz eşitmək istədiyini eşidir. Hər kəs öz görmək istədiyini görür. Kimə nə deyirsən de, ancaq özü eşitmək istədiyini dinləyir, qulaq asır, qalan şeylərə heç əhəmiyyət vermir. Amma mən bunu bir özümə vəzifə bilirəm ki, bizim Cavid Cabbarlı YouTube kanalının dəyərli, fədakar, sədaqətli, vəfalı kiçik bir kollektivi var. Biz o kollektivin hər zaman deməli düşüncələrinə, fikirlərinə sayğı ilə yanaşırıq. Bundan sonra da yanaşacağıq. Onlara hörmət olaraq
mən bu mövqeyi açıqlayacağam. Dediyim kimi bizim əsas istiqamətimiz əxlaq və ədalət prinsipləridir. Biz bu kiçik kollektivə inşallah ümidimiz var ki, sayımız günbəgün çoxalacaq, amma indi hələlik ki, kiçik kollektivimizə, kiçik Cavid Cabbarlı ailəsinə ki, burada bu YouTube ailəsindən söhbət gedir, bunlara öz sayğımızı göstərərək bizim haqqımızda səsləndirilən yanlış şayələr, yanlış fikirlərə münasibət bildirək. Çünki o münasibət bildirməsək sonra yanlış anlaşılma böyüyər və kimlərsə bu bizim susqunluğumuzdan sui-istifadə eləyər. Biz o sui-istifadə hallarına baş verməməsi üçün bu cür deməli mövqeyimizi biz bildirmək istəyirik. Dediyim kimi bunu birazdan bu mövzuya qayıdacağam. Biraz izləyicilərimizin sayı çoxalsın və bunun üçün də siz bəyənmələri artırın. Hazırda bizi təqribən 50-yə yaxın canlı da izləyicimiz var, amma bəyənmə, 11 bəyənməmiz var. Zəhmət olmasa bəyənmələrin sayını artırın ki, daha çox YouTube istifadəçisinə, sosial şəbəkə istifadəçisinin qarşısına bu çıxsın. Əziz izləyicilər, bildiyiniz kimi İlham Əliyev bugün Gürcüstanda rəsmi dövlət səfərində olub. Mən düşünürəm ki, üzr istəyirəm. Düşünürəm ki, demək bu səfəri mən izlədim. Gürcüstanda həm baş nazirlə, həm prezidentlə İlham Əliyevin görüşləri keçirildi və bu barədə ümumi ictimaiyyətə açıq məlumatlar səsləndirildi, paylaşıldı. Bu görüş çərçivəsində mən Azərbaycan cəmiyyəti üçün hər hansı bir faydalı bir şey görmədim. Zaten Gürcüstan-Azərbaycan münasibətləri deməli məlum bir məsələdir və ona görə də bu səfəri mən sıradan bir faydasız səfər kimi qiymətləndirirəm. Bu səfər üzərində hər hansı bir manevr etməyə ehtiyac görmürəm. Sadəcə məlumat olaraq bildirdim. Digər mövzu isə bizim əsas mövzulardan biri, daha doğrusu ən əsası regionda eskalasiyanın gərginləşməsidir. Söhbət təbii ki, Epstein koalisiyasının İran İslam Respublikasına olan hücumundan gedir, müharibədən gedir. Bilirsiniz ki, mart ayının axırlarında Donald Trump İranla bağlı 10 gün müddət vermişdi. Düzdür, bu haqda biz dəfələrlə danışmışıq. Bu müddət nə müddətdir və ümumiyyətlə İran Epstein koalisiyası arasında münasibətlər hansı səviyyədədir? Təkrarən deməli bu mövzuya biz qayıtmırıq. Bugün 6 aprel həmən müddət bitməli idi və görürük ki, Trump yenidən 24 saat əlavə edib. Əslində əvvəl dediyimiz kimi bu 10 gün müddəti hər hansı bir atəşkəsdən söhbət gedə bilməzdi. Sadəcə Donald Trump açıq şəkildə İranı təhdid edirdi ki, əgər siz deməli, əgər İran Hörmüz boğazını sərbəst buraxmasa, orada tankerlərin demək keçidini sərbəst etməsə, İranın biz enerji strukturlarını vuracaq, İranı cəhənnəmə çevirəcək və s. Bu cür təhdid dolu məlumatlar, bəyanatlar səsləndirirdi. Yeri gəlmişkən onu da deyim ki, İran da bu məsələdə heç də geri addım atmırdı və İran eyni tərzdə ABŞ-ın və İsrailin bəyanatlarını eyni tərzdə cavablayırdı. Burada bu deməli buna hərbi dildə rəcəz oxuma deyirlər də, bir-birinə müharibə aparan ölkələr bir-birinə rəcəz oxuyurlar. Bu rəcəz oxumada
görürdük ki, hər iki tərəf müharibədə daha iddialıdır. Hədəfləri ilə bağlı deməli, İranın hədəfi əvvəlinci gündən sabit olsa da, ABŞ-ın deməli hədəfi, xüsusən Donald Trump tərəfindən səsləndirilən fikirlər, müharibənin hədəfi, bunlar demək olar ki, hər saatda dəyişir. Fərqli məqsədlər qoyulur, fərqli fikirlər səsləndirilir. Bu əslində göstərir ki, Amerika Birləşmiş Ştatları müharibədə deməli çaşbaş vəziyyətdədir. Nə etdiyini, nə edəcəyini dəqiqləşdirə bilmir. Çünki əvvəlinci gündən hansı hədəflə müharibəyə girmişdisə, tez bir zamanda həmən hədəf itirildi. Yəni İranın sərt dirənişi, sərt cavabı ABŞ-ın hədəfinin istiqamətində addımlamasında naviqasiyanı ciddi şəkildə zədələdi deyə bilərik. Ona görə də hesab edirəm ki, Epstein koalisiyası bugün İrana qarşı apardığı müharibədə naviqasiyanı tamam itirib. Onun üçün müxtəlif qeyri-ciddi və yaxud da bir-birinə zidd olan paradoksal açıqlamalar səsləndirirlər. Eskalasiyanın da regionda bu və digər səbəblərə görə günü-gündən deməli genişləndiyini, dərinləşdiyini biz müşahidə edirik. Bu canlı dövründə, canlıda bu mövzunu biz regionda eskalasiyanın nəyə görə dərinləşir və necə izah olunur bunun dərinləşməsi, buna toxunacağıq. Mənim əsas diqqətimi çəkən mövzulardan biri deməli dünya ictimaiyyətində Epstein koalisiyasına qarşı münasibətlərin dəyişməsidir. Əzizlər, bilirsiniz ki, kimlərsə bax İranı sevməyə bilər, kimlərsə İslam ölkəsini sevməyə bilər, kimlərsə İslamı sevməyə bilər, müsəlmançılığı sevməyə bilər, Quranın qanunlarını sevməyə bilərlər. Bu normal haldır, adi bir haldır. Bu eyni zamanda ideoloji bir haldır. Yəni etiqad baxımından biri əgər məsələn İslam dinini əqidə olaraq qəbul eləmirsə, bunu sevmir anlamındadır. Çünki əgər sevmiş olsaydı bunu qəbul etmiş olardı. Amma İranı sevmədiyinə görə, orada məsələn hər hansı bir dini qaydaların icrasına görə, müəyyən məhdudiyyətlərin varlığına görə, mövcudluğuna görə adam İranı sevməyə bilər. Biz bunu normal qarşılaya bilərik. Amma İranı sevmədiyi halda insan gedib Epstein koalisiyasını tərəfindən durub İranı sevməmək, bu artıq vicdansızlığın göstəricisidir. Adam dediyim kimi İranı sevmir, özü üçün tutarlı arqumentləri var. Amma bugün işğalçı bir rejimin, işğalçı bir komandanın, uşaq qatili olan bir komandanın, ondan sonra Epstein haqqında da artıq Epstein sənədləri illərdir müəyyən mətbuat koridorlarında dolaşsa da, amma son bir neçə ayda, xüsusən keçən il deməli 25-ci ilin ortalarından başlayaraq artıq bir ilə yaxın bir müddətdir ki, Epstein-də nə baş verdiyini böyükdən kiçik hamı bilir. Orada deməli xüsusən dünyada idarə edici dövlət başçılarının hansı cinayətlərə yoluxduqlarını, hansı cinayətlər törətdiklərini, orada azyaşlı uşaqlara, xüsusən oğlan uşaqlarına qarşı edilən haqsızlıqlar, orqan alveri və s. və s. yəni ağla gələn, gəlməyən cinayətlərin Epstein adasında baş verməsi, bunlar artıq demək olar ki,
dünyanın bütün şəhərlərində, bütün ölkələrində məlum məsələdir. Yəni buna deyirlər məlum məsələdir. Artıq bununla bağlı, daha doğrusu mütəvatir bir hadisədir. Dövrümüzün ən mütəvatir hadisələrindən biri Epstein məsələsidir. Bu mütəvatir hadisənin tərəfində durub, mütəvatir hadisənin daha doğrusu kölgəsinə sığınıb, haqqı daş atmaq, ədaləti qılınclamaq, ondan sonra məzlumu lənətləmək və eyni zamanda deməli haqqını müdafiə edən insanların ölümünə haqq qazandırmaq və onların ölüsünü belə lənətləmək, bunu artıq heç bir ideologiya ilə bunu əsaslandıra bilmərik. Bu artıq vicdansızlığın dibidir. Dediyim kimi, insan İranı sevmirsən, sevməyə bilərsən, eyvallah. Amma sən Epstein koalisiyasının kölgəsində gizlənib bu prosesi həyata keçirdirsənsə, fərqi yoxdur. Artıq burada müsəlmançılıq, qeyri-müsəlmançılıqdan söhbət gedə bilməz. İnsan hər əqidədə ola bilər, amma bu addımı atırsa, o artıq o birmənalı olaraq dediyim kimi o enişin ən son nöqtəsindədir. Əziz izləyicilər, bu mövzuda dünyanın mövqeyi iki hissəyə bölünür. İranı müdafiə edənlər, İranı lənətləyənlər, Epstein koalisiyasını müdafiə edənlər. Biz görürük ki, müharibənin günləri artdıqca ki, yeri gəlmişkən bu gün artıq 38 gündür müharibə gedir. Müharibənin 38-ci günüdür bu gün. Artıq 2 ayın tamamına yaxınlaşırıq. Daha doğrusu 4-cü 10 günlüyü yekunlaşır. Və bu müddət ərzində biz müharibənin demək olar ki, hər gün gedişatı ilə bağlı dəyərli izləyicilərimizi məlumatlandırmışıq. Bundan sonra da inşallah məlumatlandıracağıq. Və bu arxada qoyduğumuz 38 gündə demək olar ki, hər gün arxada qaldıqca İran böyük qələbəyə bir addımda yaxınlaşır. Mən burada qələbə deyəndə əsasən kapitulyasiyanın qəbulluğundan, hərbi qələbədən söhbət getmir. Ola bilsin ki, insanlar ölsünlər, ola bilsin insan canını qurban versin, amma insan qalib olsun. Mən qələbə deyəndə dünya xalqlarının qəlbində yer eləmək anlamında deyirəm qələbə. İndi bu barədə biraz da əvvəldən, biraz sonra danışacağıq. ABŞ-ın Epstein koalisiyasının İrana qarşı hərbi müdaxiləsi, hücumlar, İranda nələr baş verir. Bunlar dediyim kimi müharibədir. Ola bilsin ki, məsələn bundan sonra indi biz sabahı gözləyirik. Sabaha qədər, sabah müddət tamam olandan sonra, sabah bilmirəm saat dəqiqən günorta saatları yəqin ki son müddət tamam olacaq. Əgər Trump etməsə, bu müddəti artırmasa, onda biz biləcəyik yəni nələr olacaq. Amma hər halda nələr olacağı elə də belə təəccüblə demirik nələr olacaq. Bizim bildiyimiz odur ki, Amerika məsələn normal gündə 4 dənə raket atırdı, atacaq 10 dənə raket. 3 dənə F-35 göndərirdi, göndərəcək 10 dənə. Məsəl üçün İrandan 3 dənə şəhid olurdu, olacaq 10 dənə şəhid. Və yaxud da İranın bir dənə şəhəri dağılırdı, dağılacaq 2 dənə şəhəri, 3 dənə şəhəri. Yəni sonra nə olacaq? İran öz mövqeyindən geri çəkilmirsə, İran öz hədəfləri üçün şəhidliyə hazır olursa, ölümün üstünə gedirsə, bu artıq dünyada İranın qələbəsinə yaxınlaşmaq deməkdir. Baxın, deməli, bilirsiniz də Almaniya deməli bu cühudların yaşadığı və özlərinə vətən hesab elədiyi ölkələrdən biridir. Burada cühud lobbisi çox genişdir və böyük təsir imkanlarına malikdir. Məsələn, şəxsən mən düşünə bilməzdim ki, Almaniyada, Berlində, paytaxt Berlində
İranın lehinə, İranı dəstəkləyən 10 minlərlə insanın toplaşdığı bir aksiya keçiriləcək. Dünən 5 aprel tarixində Berlində 10 minlərlə iştirak edən deməli insanın qatıldığı bir aksiya keçirildi. İranın bayrağı ilə, İranın şəhid liderinin şəkilləri ilə və İranı müdafiə edən, İranı dəstəkləyən, İranın haqq müdafiəsinə haqq verən, İranın müharibəsinə haqq qazandıran şüarlarla Berlində deməli 10 minlərlə insan küçələrə çıxdılar. Bunların içində İranlısı da vardı, Türkü də vardı, Farsı da vardı, Ərəbi də vardı, Almanı da vardı. Millətindən asılı olmayaraq hər bir insanın bir şüarı var idi və o şüar İranın haqq müharibəsini dəstəkləyirdi. Hər bir insanın dilində orada bir şüar var idi. O şüar işğalçı rejimləri lənətləyirdi, Epstein koalisiyasına nifrətini ifadə eləyirdi. Biz bugün həm də bu cümləni qura bilərik ki, bu cümlə bizim üçün çox əhəmiyyətli bir cümlədir. Biz bugün həm də bu cümləni deyə bilərik ki, bəli, bugün dünyada İran birləşdirici bir dəyərə çevrilib. Çünki əgər hər hansı bir şey insanları birləşdirə bilirsə, o dəyərdir. İran bugün müasir insanın gözündə bir dəyərdir artıq. Əgər İran Farsı da, Türkü də, Almanısın, Ərəbin, ondan sonra hətta İngilisin, Əfqanın hamısını bir yerdə toplaya bilirsə, bir bayraq altında, bir şüar altında, ölüm olsun Amerikaya, ölüm olsun İsrailə və bu şüarlar Almaniyanın paytaxtında səsləndirilirsə və bu gün Almaniyanın paytaxtında bütün insanlar bir şüar ətrafında toplanırsa ki, hansı ki, həmən şüar Epstein koalisiyasına nifrət saçır və hansı ki, həmən şüar İranın həqiqət yolunda, haqq yolunda olduğunu açıq-aşkar bəyan edir. Bu deməli, bu gün artıq bir dəyər kimi İranın formalaşdığını bizə diktə eləyir. Əziz izləyicilər, dünən həqiqətən Berlində keçirilən aksiya, çox təəssüflər olsun ki, biz gec xəbər tutduq və o aksiyaya qatıla bilmədik. Çox istəyərdik elə aksiyalara qatılaq, amma həm də məsafə biraz uzaq olduğuna görə biz o aksiyaya qatıla bilmədik, amma qürur duyduq. Bir daha qürur duyduq ki, bəli, İslam ordusu dünyanın hər bir tərəfinə, xüsusən böyük paytaxtlarına, böyük paytaxtlarında insanların toplanmasına artıq səbəb ola bilib. Yəni artıq deməli İran Berlində insanların fərqli-fərqli dillərdə danışan, fərqli-fərqli düşüncələrə sahib olan, fərqli-fərqli rənglərə sahib olan, fərqli-fərqli sivilizasiyalara, mədəniyyətlərə sahib olan insanları, xalqları bir araya gətirə bilir. Bu da o deməkdir ki, İran artıq nəinki müharibədə, Epstein koalisiyasına qarşı aparılan müharibədə, İran hətta insanların qəlbində belə böyük bir taxt qurub, böyük bir qələbə sevinci yaşayır. Mən o insanlara orada iştirak edən bəzi qardaşlar var idilər, mənə oradan görüntülər göndərmişdilər. Mən çox güman ki, o görüntülərin bəzilərini deməli YouTube səhifəsində, kanalda o görüntülərdən istifadə edəcəm. Amma orada gördüm, həqiqətən o görüntülərdən də bizə məlum oldu ki, ora gələn insanların üzlərində bir sevinç hissi var. Ora gələn insanlar sanki İranın qələbəsini öz qələbəsi hesab edir. Bax, məsələ bundan ibarətdir. Bu çox önəmli bir nöqtədir. İranın qələbəsini öz qələbəsi hesab eləmək məsələsi olduqca əhəmiyyətlidir. Bu ciddi bir məsələdir. Biz gərək İranın qələbəsini öz qələbəmiz, İranın məğlubiyyətini öz məğlubiyyətimiz hesab eləyək ki, inşallah bunu görməyəcəyik. Biz İranın ancaq qələbəsini görəcəyik və elə qələbəsini də öz qələbəmiz hesab edəcəyik. Əziz izləyicilər, zəhmət olmasa siz yenə də
deməli bu bəyənmələri artırın. Kanala abunə olmamışsınızsa kanala abunə olun və yorum yazmağı da unutmayın. Mən danışdıqca həm də yorumlara da fikir verirəm. Hər birinizə təşəkkür edirəm. Salam yazan bacı qardaşlarımıza da mən xüsusi minnətdarlığımı bildirirəm. Əzizlər, bir mövzu haqqında istədim danışam. Bu mövzu haqqında mən sonra da bir neçə dəfə düşünürəm ki, bu mövzuya toxunum. Amma burada bir qısa, deməli, qısa olaraq toxunacağım bugün. Mövzu bundan ibarətdir ki, bilirsiniz ki, mən Almaniyada yaşayıram və Almaniyada artıq 8 ildən biraz çoxdur mən Almaniyadayam və bu 8 il müddətində mən İlham Əliyev rejimini, İlham Əliyev hakimiyyətini mən həmişə tənqid etmişəm və əksər hallarda sərt və barışmaz mövqeyim sərgiləmişəm. Elə indi də o mövqeydəyəm və düşünürəm ki, Əliyev tayfa hakimiyyəti ilə heç bir halda barışmaq olmaz. Bütün deməli cinaları ilə, bütün cəbhələri ilə bu hakimiyyətin bütün cəbhələri təhlükəlidir. Azərbaycan xalqını və dövlətini bu gün çıxılmaz bir duruma salan məhz yaratmaz Əliyev hakimiyyətidir. Başda İlham Əliyev olmaqla, mən İlham Əliyev hakimiyyətini, İlham Əliyevin özünü və onun yaratmaz idarəçiliyini demək olar ki, hər gün bu və digər formada tənqid edirəm və mənim səpkim budur ki, mən heç bir halda ədalətsizliyə yol vermirəm bilərəkdən. Heç bir halda bilərəkdən əxlaq prinsiplərini pozmuram və pozmaram. Bütün informasiyaları da mən bir neçə mənbədən dəqiqləşdirməyə çalışıram. Hətta mənə verilən şəxsi informasiyalarda bəzən sosial məsələlərdə, yəni mənə şəxsi informasiyalar deyəndə hər hansı bir məxfi orqanlar mənə informasiya vermirlər. Sadəcə bəziləri görürsən ki, öz sosial vəziyyəti ilə bağlı, məişət problemləri ilə bağlı filan bəzi informasiyalar verirlər. Onları da mən dəqiqləşdirməsəm ictimailəşdirmirəm. Onları mən əvvəlcə dəqiqləşdirirəm, sonra ictimailəşdirirəm. Bu o deməkdir ki, mənim əsas mübarizəmi mən rasional qaydada mübarizəni aparmaq istəyirəm və əxlaq və ədalət prinsiplərinə uyğun olaraq. Çox təəssüflər olsun ki, bizim bu mübarizədən deməli rahatsız olan bəzi insanlar var. Bu o deməkdir ki, artıq bizə məlumdur ki, bizim əgər danışdıqlarımız, tənqidlərimiz, yazılarımız, videolarımız kimlərisə narahat edirsə, bizim atdığımız ox hədəfə dəyir. Düz ürəyindən dəyir özdə. Düz ürəyindən sancılır. Bizim elə istəyimiz budur. Gözündən dəyir, alnının ortasından dəyir. Biz elə bu istiqamətdə apardığımız mübarizədə hədəfi doğru vurduğumuzu bu cür söhbətlərdən tam aydın şəkildə bilirik. Əzizlər, təəssüf edici hal odur ki, bəzi insanlar, deməli, hətta Almaniyada yaşayan bəzi insanlar bizim təbliğatımızı kölgələmək üçün, çünki bizim təkcə, şəxsən mənim özümün fəaliyyətim təkcə YouTube fəaliyyəti deyil. Biz burada həm də Almaniya İmam Zaman Mərkəzi bilir, bizim dəyərli izləyicilərimiz bilirlər ki, Almaniya İmam Zaman Mərkəzi adlı bir Hüseyniyyə məscid təsis eləmişik. Artıq may ayının 28-də 4 ili tamam olacaq. 2022-ci il may ayının 28-də bizim demək olar ki, ilk təsis toplantımız olub. Düzdür, bu təsis toplantısı məqsədli şəkildə deyil idi. Biz orada müəyyən söhbətlər, danışıqlar oldu və elə anında qərar verdik ki, bir məscid inşa eləyək. İnsanları, Azərbaycanlılar ora toplansınlar. Çünki ümumiyyətlə Almaniyada
Azərbaycanlılar sayı çoxalır, günbəgün çoxalır və başqa istiqamətlərdə demək olar ki, çox fəaldılar. Şənlənmə istiqamətində, toy sahəsində, ondan sonra çayxana istiqamətində, digər mən həmişə deyirəm, Azərbaycanın Almaniyada yaşayan azərbaycanlıların hər xanaları var. Bir dənə ibadətxanaları yox idi. Biz də istədik ki, bir ibadətxana da təsis eləyək. Yəni bunu ən primitiv dildə termindən bunu deyirəm. Bu hörmətsizlik kimi anlaşılmasın. Artıq bizim may ayının, yəni gələn ay 28-də bu Almaniya İmam Zaman Mərkəzi adında Hüseyniyyə məscidimizin 4 yaşı tamam olacaq. Bu təsisinin, düzdür, indi oturduğumuz yerin hələ 4 yaşı yoxdur, amma Almaniya İmam Zaman mərkəz olaraq 4 yaşı tamam olacaq. Bizim həm orada dini fəaliyyətimiz, orada proqramlar keçirilir. Bir çox böyük proqramlar keçirtmişik. Almaniya İmam Zaman Mərkəzi ümumilikdə Almaniyada təqribən 400, 500, 600 nəfərdir, hətta 650 nəfərə qədər qonaq gələn, iştirak edən tədbir proqramlarımız bizim olub. Məsumların mövludları və şəhadət proqramları, xüsusən mühərrəmlik proqramları, Ramazanla bağlı olan proqramlar, Əhya Qədr Gecəsinin proqramları və s. və ilaxır. Yəni ümumilikdə bu 4 il ərzində təqribən bir 150-yə yaxın bu və digər formada hər hansı bir proqrama biz təşkilatçılıq eləmişik. Bununla bağlı ara sıra mediada, mətbuata da məlumat veririk və bizi izləyən yaxın dostlar var və mən görürəm izləyicilərin, daha doğrusu canlıda olan bəzilərinin şəxsən bizim o proqramlarda iştirak edən, hətta İmam Zaman Mərkəzinin layiqli üzvlərindən də bir neçəsini mən görürəm. Burada var. Onlar da bizim sözlərimizə şahiddirlər. Bu fəaliyyətimiz də kimlərisə narahat edir. Ona görə narahat edir ki, Almaniya İmam Zaman Mərkəzi mövqeyi bəllidir. İmam Zaman Mərkəzinin mövqeyi deməli zalim rejimlə barışmaz mövqeydədir və qəti şəkildə hər hansı bir zalimlə əl sıxmaq, hər hansı bir zalimin dediyi ilə oturub durmaq, hər hansı bir zalimin deməli göndərdiyi tekst üzərində fəaliyyət qurmaq və s. kimi bütün fəaliyyətləri biz qadağan eləmişik, inkar eləyirik və bizim əsas istinad mənbəyimiz Əhl-i-Beyt məktəbi vilayət xəttidir. Burada hər şey var. Vilayət xətti bizim əsas istinad mənbəyimizdir. Burada hər bir şey var və gənclərimizi, Azərbaycanlıları, məsələn bizim mərkəzə təkcə Azərbaycanlılar yox, türklərdən də bəzən gəlir, bəzən fars, İranlılardan da gəlir, fars dillilərdən də olur. Belə demək olar ki, əfqanlardan da bizim tədbirdə iştirak edirlər və s. Əsas məqsədimiz də Allahın kitabını təbliğ etməkdir, Allahın dinini və xüsusən İmam Zamanın adını da qoymuşuq Almaniya İmam Zaman Mərkəzi və burada əsas məqsədimiz də İmam Zamanın zuhuruna hazırlıq kimi. Ki, birinci özümüzü hazırlayaq, bu çünki böyük iddiadır, amma böyük iddia olsa da bu mütləq məqsəd qoyulmuş bir iddiadır. Yəni bu iddia mütləq olmalıdır. İmam Zamanın zuhurunun hazırlığı Allah bizə qismət eləsin ki, inşallah biz bu İmam Zaman Mərkəzinin vasitəsilə İmam Zamanın zuhuruna özümüzü hazırlaya bilək. Şəxsən mən özümü deyirəm. İnşallah özümüzü hazırlaya bilək. Baxın əzizlər, bundan dolayı, bu hadisələrdən dolayı həm bizim media üzərində fəaliyyətimiz və yenə də deyim, mənim tanıyanlar bilirlər ki, mən Almaniyaya gələndən sonra İlham Əliyev hakimiyyətini tənqid etməmişəm. Mən 2004-cü ildən aktiv olaraq artıq 22 ildir deməli İlham Əliyev hakimiyyətini tənqid edirəm. Hələ ondan dövrdə də, ondan əvvəl 2001, 2002, 2003-cü illərdə də Heydər Əliyevin dövründə də, hətta o dövrlərdə də bizim deməli siyasi fəaliyyətlərimiz olub. Gənc yaşlarımızda
siyasi fəaliyyətlərimiz olub və biz bu rejimlə deməli həmişə müxalif olmuşuq və bu rejimi Azərbaycan xalqına həmişə düşmən hesab eləmişik və heç bir halda arxada qoyduğumuz təqribən 25-26 ildə heç bir halda bir rejimlə zərrə də qədər də olsa barışmaz mövqedə dayanmamışıq. Hər zaman bu rejimi Azərbaycan xalqı üçün, cəmiyyəti üçün zərərli hesab eləmişik və bundan sonra da belə də mövqeyimiz belə də olacaq. Əzizlər, bu dediyim söhbətlərə uyğun olaraq bəzi insanlar bizim haqqımızda müxtəlif şayələr yaymağa başlayırlar ki, güya mən deməli Azərbaycan hakimiyyətində müxtəlif dairələri tənqid eləyirəm, müxtəlif dairələri tənqid etmirəm. Ondan sonra və s. bu cür bəzi söhbətlər dolaşır. Bu bir neçə mənbədən bizə gəlib çatdığına görə və bizdə də artıq bu istiqamətdə bir fikir formalaşdı ki, bir vəzifə üzərimizə düşdü ki, bu istiqamətdə bəzi məqamlara toxunaq. Ona görə ki, bizim bu sədaqətli, dəyərli, az saylı izləyicilərin düşüncəsində şübhə yaranmasın. Əzizlər, baxın, mənim bütün videolarıma, bütün söhbətlərimə, çıxışlarıma həm məscid səviyyəsində olan çıxışlar, düzdür, mən məscid səviyyəsində olan çıxışları çox vaxt yaymıram. Amma bəzi hallarda görürsünüz ki, xüsusən mühərrəmli və böyük əlamətlər günlərdə bəzi çıxışlar dərc olunur, yayılır. Əsasən onsuz da biz demək olar ki, gündə bir dəfə canlıya açılır. Son 2 ayda biz bunu ənənə halına almışıq. Videolar dərc eləyirik və s. Orada öz mövqeyimizi səsləndirdik və məsciddə olan söhbətlərimizi ona görə çox ictimailəşdirməyə meyilli olmuruq. Amma həm məscid söhbətlərində dəyərli mömin bacı qardaşlarımızın qarşısında deməli mənbərdən danışdığımız mövzular həm YouTube kanalı vasitəsilə, həm Facebook səhifəsində, həm digər deməli sosial şəbəkələrdə səsləndirdiyimiz fikirlərdə diqqət etsəniz görəcəksiniz ki, biz bir mənalı olaraq bu rejimin başında duran birinci şəxsi tənqid edirik və bu şəxs də əlbəttə ki, İlham Əliyevdir. Biz məsələn, əgər İlham Əliyevi tənqid etməsək, rejimin müxtəlif sahələrini tənqid etsək və yaxud da indi adətdir də bəzən görsən ki, o avtobus müxalifətinin nümayəndələri bəzi məmurları, bəzi nazirləri və yaxud da icra hakimiyyətlərini tənqid edirlər. İlham Əliyeviyə gələndə cənab deyirlər. Biz əgər belə bir addım atsaq, o zaman bizim deməli davranışımız, bizim bu tənqidi fikirlərimiz yanlış olar və mən düşünürəm ki, bu müqavimət cəbhəsi üçün həm də bir xəyanət olar. Biz ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, biz yerli, yəni xırda məmurları deyil, kiminsə tabeliyində olan, birinci şəxsin tabeliyində olan, birinci şəxs tərəfindən təyinat alan, birinci şəxsə bütün hadisələri deməli daklad edən, mərcu eləyən məmurları, nazirləri deyil, elə bir mənalı olaraq birinci şəxsi tənqid eləyək. Mənim elə bir çıxışımı tapa bilməzsiniz ki, mənim o çıxışımda İlham Əliyev bu və digər formada tənqid olunmasın. Bütün hallarda tənqid olunur. Ola bilsin ki, məsələn, bəlkə bəziləri də məndən söyüş gözləyirlər. Bu mümkün deyil. Çünki biz heç bir zaman öz müqəddəs mübarizəmizi çirkləndirə bilmərik. Kimlərsə ancaq mübarizəni söyüşdən ibarət hesab edirlərsə və biz normal şəkildə, rasional qaydada bu mübarizəmizin aparılmasını qeyri-məqbul hesab edirlərsə, problem onların özlərindədirlər və onların o düşüncəsidir. Onların o yanlış düşüncələridir. O bizə onun heç bir aidiyyəti yoxdur. Heç bir halda bizdən kimlərsə söyüş gözləyirlərsə, təhqiramiz ifadələr bizdən gözləyirlərsə, biz heç bir zaman nə müqəddəs yolumuzu, mübarizəmizi, nə də ki, bu dilimizi heç bir halda çirkləndirməyəcəyik. Bizim dilimizdən elə ifadələr və bizim bu qələmimizdən elə ifadələr
çıxmayacaq. Hansı ki, bu qələmi Allah bu qələmə and içib. Bu qələmə and içib ki, bu qələm doğru yazan qələmə and içib təbii ki. Biz o doğru yazan qələmimizi heç vaxt yanlış istiqamətə aparmayacağıq. Biz elə doğruları yazacağıq və doğruları da doğru yolda yazacağıq. Doğruları da doğru dillə yazacağıq. Söyüşlə, təhqirlə, başqalarının şəxsi həyatına müdaxilə ilə və s. Sonra orada baxış yığmaq üçün müəyyən populisti istiqamətində populyarlıq qazanmaq üçün və s. məqsədlərlə biz təbliğat aparmırıq ki, biz mübarizə aparmırıq ki, deyək ki, elə bizim üçün mübarizədə hər şey mübahdır. Xeyr, bizim üçün apardığımız mübarizədə hər şey mübah deyil. Biz hər şeyi mübah bilmirik, ancaq mübah bildiyimiz şeylərin biz deməli qeyd edirik. Əzizlər, demək istəyirəm ki, bəli, bəziləri çox təəssüflər olsun ki, bu və digər formada bizimlə bağlı yanlış fikirlər səsləndirirlər. Mən bu qədərindən kifayətləndirəm ki, bizim mübarizəmizi biz müqəddəs hesab edirik. Çünki bunu bir ilahi vəzifədir bu bizim üçün. Bu ilahi vəzifə hesab elədiyimiz müqəddəs mübarizəni biz heç vaxt çirkləndirməyəcəyik. Və əsas hədəf də Azərbaycan hakimiyyətinin başında duran İlham Əliyev göstərilir hər bir halda. Biz o hədəfimizdən heç vaxt şaşmayacağıq. Bizim hədəfimiz İlham Əliyevdir. İlham Əliyev deyəndə onun rəhbərliyi altında bütün sahələr hamısı aid olur. Başqa sahələri müxtəlif, məsələn, bir var 10 nəfərin adını çəkirik. 10 nəfərin adını biz çəkə bilərik. 10 dənə sahəni, 10 məmuru, 10 naziri tənqid eləyə bilərik. Amma yenə də hədəfimiz qalar qıraqda. Çünki hədəf İlham Əliyevdir. Amma biz bir dənə İlham Əliyevin hədəf seçməklə, onun yaratma siyasətini tənqid etməklə, onun yaratma siyasətini ifşa etməklə, onun yaratma siyasətini cəmaata göstərməklə, insanları maarifləndirməklə biz bu işi bu cür apardıq. Bəziləri kimi dondan dona girmək, bəziləri kimi deməli müəyyən addımlar atırlar. Biz onlar haqqında danışıb sizə dediyim kimi mübarizəmizin müqəddəsliyini korlamayaq. Bu qədər kifayətdir. Mən bu haqda fikrimi yekunlaşdırıram ki, bizim mübarizəmizin əsas hədəfində dayanan İlham Əliyevdir bu gün. Sabah bu rejim yerində qalıb başqa bir deməli şəxs ola, fərd İlham Əliyevi əvəzləyərsə, rejim olduğu kimi qalarsa, o zaman bizim hədəfimiz həmən rejimin başında, zalim rejimin, qəsbkar, qatil rejimin başında duran şəxs bizim hədəfimiz olacaq. Bugün İlham Əliyev durduğu üçün bizim hədəfimiz İlham Əliyevdir. Və biz İlham Əliyevi hədəf seçməklə, İlham Əliyevi tənqid etməklə, onun yaratma siyasətinin ciddi fəsadlarını cəmiyyətə çatdırmaqla biz öz mübarizəmizin doğruluğunu deməli düşünürük və bu cür də bundan sonra davam edəcəyik. Kimlərsə müxtəlif fikirlər səsləndirirlərsə bizimlə bağlı, həm xüsusən Almaniyada və elə Azərbaycanda da bəzi fikirlər formalaşır və səsləndirirlər. O insanlar baxsınlar özlərinə və baxsınlar bizim mübarizəmizə, baxsınlar bizim çıxışlarımıza, bizim 10 il bundan əvvəl dediyimiz, hətta 15 il bundan əvvəl danışdığımız mübarizə, danışdığımız söhbətlərlə bugün danışdığımız söhbətlərin arasında zərrə qədər fikir dəyişmək, mövqe dəyişdirmək tapsalar, onda desinlər ki, əzizim, sən məsələn 5 il, 10 il bundan əvvəl mövqeyin belə idi, bugün mövqeyin fərqlidir. Bizim əvvəldən özümüzü tanıyandan mövqeyimiz bəlli olub, İnşallah qiyamətə qədər də bu mövqeyimizi davam etdirəcəyik. Əzizlər, bu mövzuda mən bu qədər kifayətlənirəm, amma mən bunu sonra yenə də bəzi məsələləri bu istiqamətdə sizin diqqətinizə çatdıracağam ki, bəs məsələ aydın olsun. Bir daha mən sizdən xahiş edirəm, bəyənmələri artırın, əgər bəyənmək istəyirsinizsə və bizdə bir məsələ var da, deyim sizə, kimisə biz zorla, yəni kiməsə məcbur eləmirik, xahiş eləyirik, rica eləyirik. Əgər bizə bir dəstək göstərmək istəyirsiniz, əgər bizi dəstəkləyirsinizsə ki, vaxt ayırırsınız, bizim canlılarımıza da qulaq asırsınız, bu özü elə bir dəstəkdir. Amma bu dəstəyi biraz da artırmaq üçün
bəyənmələri çoxaldın, paylaşımlar eləyin. Cavid Cabbarlı YouTube kanalına əgər abunə olmamışsınızsa abunə olun. Yorumlar yazın. Bu sizdən bizə böyük bir dəstək olmuş olacaq. Əzizlər, bu gün deməli mənim danışmaq istədiyim mövzulardan biri də üzr istəyirəm. İran mövzusunu mən artıq yekunlaşdırdım. İstəmirəm bu mövzunu bir daha bu mövzuya qayıdan bu günlük. Çünki artıq bir saata təqribən bir neçə dəqiqə qalıb tamamına. Biz İran mövzusunu davam etdirsək, İran mövzusu o qədər geniş mövzudur ki, həm günümüzün ən baş mövzusudur. Bu mövzunu biz mütləq bu mövzuya hər gün toxunmalıyıq. Həm də bir çox deməli izləyicilərin diqqət mərkəzindədir. Ona görə də biz inşallah sabah da sonraki günlərdə bu mövzunu diqqətdə saxlayacağıq. Gündəlik baş verən proseslərə uyğun olaraq bu mövzunu şərh eləyəcəyik, əziz izləyicilərin diqqətinə çatdıracağıq. Amma mən bugün istəyirəm Azərbaycanda son günlər artıq ciddi müzakirələrə səbəb olan hicab mövzusu ilə bağlı danışam. Bugün mənim qarşıma çıxdı, məlumat yayıldı ki, artıq rəsmi yerlərdə hicabla bağlı yeni bir təklif ortaya atılıb. Deməli, hicabın qadağan edilməsindən söhbət getmir artıq. Hicabın milli geyim forması ilə əvəz edilməsindən söhbət gedir. Bu bir taktiki gedişdir. Bir çox yerlərdə deməli belə bir hallara şahid oluruq. İslamla, Quranla, müsəlmançılıqla əvvəl belə bir mübarizə aparırdılar. İslamı, Quranı məhv eləsinlər. Sonra İslamı, Quranı məhv etməyin mümkünsüzlüyünü anlayanda İslamın, Quranın nüvəsini zəiflətməyə başladılar, fikirləşməyə. Bu barədə biz bir neçə dəfə misallarla danışmışıq. Mən eyni prosesi hicab mövzusunda görürəm. Bilirsiniz ki, təqribən 2000-ci illərdən başlayaraq Azərbaycanda hicab mövzusu deyilən bir problem yaranılıb. Və bu problem elə İlham Əliyev hakimiyyətinin yaratdığı bir problemdir. Deməli, hətta 2010-cu ildə bu problem, hicab problemi öz pik həddinə gəlib çatdı. Azərbaycanda yüzlərlə hicab məhbusu oldu. Bu gün də mən düşünürəm ki, belə reallıq da budur. Bu gün də Azərbaycan həbsxanalarında hicab məhbusları var və biz bu gün də görürük ki, Azərbaycanda 6 hicab məhbusu, yəni hicablı xanım bacılarımız şərlənərək həbs olunublar. Onlar Fələstin xalqını dəstəklədikləri üçün, onlar deməli İmam Hüseynin Ərbəyində 40 məclisində ehsan süfrəsi açdıqlarına görə onlar şərlənərək həbs ediliblər. Və bunların əsasən təkcə bunlarla deyil. Çünki o bacılar bütün hallarda hicabı təbliğ edirdilər. Onların cəmiyyət içinə hicablı çıxmaları və hicablı formada hakimiyyətin sərt, yanlış siyasətini tənqid etmələri, hakimiyyət qarşısında dirəniş göstərmələri və bu Azərbaycanda İlham Əliyev hakimiyyəti üçün hicablı bacıları və hicabı ümumiyyətlə bir hədəfə çevirdi. Düzdür? İlham Əliyev biz onu bu iddiamızda deməli dayanmırıq ki, yox elə bu belə oldu və buna görə yox. Əslində İlham Əliyev hakimiyyəti, ümumiyyətlə bu Əliyev rejimi 100 dəfələrlə bu isbat olunub ki, bu hakimiyyət Siyonizmə xidmət edən bir hakimiyyətdir və hələ bu günə qədər onu da deyim ki, artıq 38 günü tamam oldu müharibənin, Epstein koalisiyasının başlatdığı müharibənin. İlham Əliyev hakimiyyəti İrana qarşı aparılan bu müharibəni hüquqi
hüquqi olaraq, hüquqi tərəfdən və siyasi və hüquqi tərəfdən yanlış olduğunu, İrana qarşı işğalçı siyasət yürüdüldüyünü deməyib. Yəni hələ bu günə qədər biz Azərbaycan hakimiyyətindən Epstein koalisiyasının İrana qarşı hücum müharibəsinin haqqında hər hansı bir mövqeyini mən görməmişəm. Yəni səsləndirməyib ki, Amerika, İsrail, İngiltərə, düzdür, İngiltərə bu məsələdə biraz kənardadır, hələ hərbi cəhətdə ortada deyil. Amma hər halda mən bunu heç vaxt bir-birindən ayırmamışam. Əslində, deməli, İngiltərə dünyanın siyasi xəritəsini cızan İngiltərədir. Amerika o İngiltərənin siyasətini reallaşdıran demək olar ki, bir dövlətdir. İsrail də Qərbi Asiyada Amerikanın və İngiltərənin proksi qüvvəsi kimi qələmə verirəm mən. Yəni təqribən o cür qəbul edirəm. Bu indiki vəziyyətdə Epstein koalisiyasını deməli təksib edən, Epstein koalisiyasının günahlandıran, təcavüzkar olduğunu göstərən Azərbaycan hakimiyyəti bir bəyanat səsləndirməyib. Hicaba qarşı da bütün dövrlərdə, xüsusən 2000-ci illərdən sonra hicaba qarşı ciddi şəkildə mübarizə aparır və hicabla bağlı deməli Avropada qeyri-müsəlman ölkələrində, xristian ölkələrində, hətta qeyri-dindar ölkələrdə, yəni atəşpərəst ölkələrdə, bütpərəst ölkələrdə və s. ölkələrdə deməli hicabla, ateist ölkələrdə hicabla, baş örtü ilə deməli hər hansı bir sənədə şəkil çəkdirmə, vurmaq üçün şəkil çəkdirmə icazə var, amma Azərbaycanda icazə yoxdur. Ümumiyyətlə, beynəlxalq qanunda göstərilir ki, əgər bir adamın şəxsiyyətini təsdiq edən sənəd onun şəkli vurursa, onun görünüşünə uyğun şəkil vurulmalıdır. Məsələn, əgər bir adam həmişə çox vaxt saqqal saxlayırsa, o ora saqqallı şəkil vurmalıdır. Hətta eynək geyinirsə, çox vaxt o eynəkli şəkil vurmalıdır. Başında məsəl üçün onun qadınsa, ictimaiyyət ümumiyyətlə evindən çıxan kimi hicabın bir qaydası var da. Hicabın qaydası odur ki, mən bu canlının girişində də bir ayə oxudum. Əhzab surəsinin 59-cu ayəsini. Siz də onu oxuyun. Əhzab surəsinin 59-cu ayəsində Allah Peyğəmbərinə deyir ki, ey Allahın Peyğəmbəri, öz qadınlarına, qızlarına və möminlərin qadınlarına denən ki, evdən çölə çıxanda özlərini örtsünlər, görünən yerlərini bağlasınlar. Təqribən ayənin tərcüməsi belədir. Görünən yerlərini bağlasınlar. Yəni, məhrəm olan yerdə, evin içində qadınlara, xanımlara hicab bağlanmaq vacib deyil. İstədikləri formada otura bilərlər. Hicab ancaq naməhrəm kişilərdən qorunmaq üçündür. Digər yad kişilərdə naməhrəm sözünü biraz bəzən də düzgün başa düşmürlər. Yad kişilərdən qorunmaq üçündür hicab. Ona görə ki, yad kişilər qadının deməli zinət yerlərini, sinələrini, başlarını, qollarını, ayaqlarını görməməlidirlər. Bu İslamın, Quranın bizə göndərdiyi əmrdir. Əzizlər, deməli, dediyim kimi bəyənmələri siz artırın, zəhmət olmasa görək bu günləri bizim canlımızda nə qədər adam olacaq, nə qədər insan bizim bu deməli danışıqlarımıza, bu barədə fikirlərimizə qulaq asacaqlar. Allah hər birinizə yardımcı olsun inşallah. Baxın, deməli İlham Əliyev Azərbaycanda rəsmi sənəd olan, məsələn, şəxsiyyət vəsiqəsi və yaxud da istənilən sənədə şəkil vurulası sənədlərə şəkillərin hicabla vurulmasını, baş örtü ilə vurulmasını qadağan eləyir. Əslində bunu qadağan eləyən hər hansı bir de jure bir sənəd yoxdur. Yəni hüquqi olaraq mən araşdırmışam, baxmışam, bütün hüquqi sənədlərə baxmışam. Ondan sonra konstitusiya təbii ki, başda olmaqla bizim əsas ana hüququmuz, hüquq kitabımızdır. Orada
deməli, rəsmi olaraq mənim qarşıma çıxmayıb ki, orada yazısı məsələn, qadına baş örtüyü qadağandır. Məktəbli formalarında vahid məktəbli formasını atdılar ortaya. Məktəblərdə hicabı qadağan eləmək üçün. Vahid məktəbli formasında da əslində orada yenə də vahid məktəbli forması Nazirlər deməli Təhsil Nazirliyi səviyyəsində verilmiş bir qərar olaraq göstərilir. Məktəblilər vahid məktəb formasında gəlməlidir. Əslində müasir dünyamızda bu vahid məktəbli forması filan bunlar deməli formadılar. Bunlar heç bir halda mənaya, inkişafa dəstək deyirlər, təhsilə dəstək deyirlər. Baxın, görün, bu yaxınlarda təhsil haqqları ilə bağlı ciddi problemlər yarandı. Hansı ki, dövlət sifarişli deməli təhsildə, hansı ki, dövlət sifarişi var, buna deyirlər, deməli, dövlət, bu pulu dövlət ödəyir də, yəni pulsuz el arasında, pulsuz fakültələr, pulsuz yerlərdə müəyyən məbləğlərin ödənilməməsi və son illərdə 20 mindən çox tələbənin məhz təhsil haqqını ödəyə bilmədiyinə görə universitetləri buraxması, bir o qədər insanın təhsil haqqını ödəyə bilməsinə görə müəyyən universiteti tamamlaya bilməyib, müəyyən vaxt götürürlər. Xüsusən bu Bologna sistemi son vaxtlar Azərbaycanda da həyata keçəndən sonra bu mövzular biraz da asanlaşır. Bu haqda görün cəmiyyətdə bir müzakirə açılırmı? Və əgər biz Azərbaycan cəmiyyətinin təhsili bizi narahat edirsə, heç bir əsas olmadan hicabı təhsilə maneə kimi təqdim ediriksə ki, bu tam yanlış bir deməli məsələdir və heç kim durub bunu isbat eləyə bilməz ki, hicab təhsilə bir maneədir. Mənim deməli tanıdığım yüzlərlə hicablı xanımlar var ki, hicablı qızlarımız var ki, onlar elə Azərbaycanda hicabla çox böyük təhsildə uğurlar əldə ediblər, böyük nailiyyətləri var. Sonra hətta məsəl üçün ölkədən kənarda, xaricdə məsəl üçün yaşayan hicablı qızlarımız, bacılarımız var ki, onlar ciddi şəkildə böyük uğurlara nail olublar. Yəni heç bir halda hicab mane ola bilməz. Biz əgər deməli mini geyinməyi, sərbəst geyinməyi, bundan sonra istədiyi formanı, paltarı geyinməyi maneə görmürüksə, hicabı niyə maneə görməliyik? Hansı məntiqlə? Əgər hicab maneədirsə, onda mini geyinmək də maneədir. Yüzlərlə belə faktlar biz təqdim eləmişik ki, necə olur, əgər məktəbdə məsələn, hicablı uşaqlar buraxılmır, amma məktəbdə üzdən iraqların konsertləri keçirilir Azərbaycan məktəblərində. Sonra deməli, çox biabırçı formada geyindirmə halları baş verir. Onlar da bizim balalarımızdır. Hansı ki, o uşaqlardan söhbət gedir, üzdən iraqları demirəm. O uşaqlar da bizim balalarımızdır. Biz onları da hədəfə qoymuruq və onların da xilası olması üçün, məsələn, onlardan daha doğrusu istifadə edilməsini biz qınayırıq. Niyə görə bəzi dairələr o uşaqlardan istifadə eləməlidirlər, gözdən salmalıdırlar. Biz onları qınayırıq. Yəni, uşaqlar istifadə materialına çevrilməməlidirlər hər bir halda. Amma mənim izah etmək istədiyim odur ki, heç bir halda hicab maneə deyil, inkişafın maneəsi deyil. Əgər bir cəmiyyətdə hicab çoxalarsa, o cəmiyyətdə güvən çoxalır, o cəmiyyətdə etibar çoxalır. İndi baxın, məsələn, mən bir çox deməli şəxslə söhbət eləyəndə bu gün Azərbaycan cəmiyyətinin ən böyük problemi görmüşəm ki, evlənmək problemidir. Yəni, insanlar deyirlər ki, biz normal qız tapa bilmirik. Bu faciədir əslində. Adama ağır gəlir. Necə mənim ölkəmdə ailə qurmaq üçün bir qız yoxdursa, bu həqiqətən mənim üçün ağırdır. Mənim kimi düşünən insanlar üçün də ağırdır.
Necə ola bilər ki, bizim ölkəmizdə, yəni çünki o ölkə başqa ölkə deyil ki, bizim ölkəmizdir. O ölkənin qızları bizim qızımız, bacıları bacımız, anaları anamız, bizim baxışımız bu olmalıdır. Yəni ola bilər qohumçuluğumuz yoxdur, amma bizim əgər bizim ölkənin övladlarıdırlarsa, hər halda bizim balalarımızdılar, bizim bacılarımız, analarımızdılar. Bu biz ağır bir mövzudur ki, məsələn, qız tapa bilmir. Hətta neçəsi məsələn, görürsən ki, belə halda məndən danışıqlarda da, söhbət eləyəndə də məlum olur ki, deyir, məsələn, hə, hicablı qız olsa alaram və s. Deməli, hicab əslində cəmiyyətdə güvənin bir nümunəsidir, güvənin bir elementidir. Hicablı qızlar, yəni hələ biz hələ orta məktəbləri demirik, biraz evlilik yaşına çatan insanlardan söhbət gedir. Hicablı qızların cəmiyyətdə çoxalması biraz güvəni artırır. Amma biz hər bir zaman bunu demişik ki, Azərbaycan cəmiyyətində istəyirlər insanlar arasında güvənsizlik yaratsınlar, insanların bir-birinə arasında o bağlılığı qırsınlar. Bunun üçün dəyərləri korlayırlar, dəyərləri aradan aparırlar, dəyərləri və yaxud da üz-üzə qoyurlar. İndi də məsəl üçün xəbər yayılır ki, bəli, artıq Milli Məclisdə rəsmi yerlərdə hicabı, baş örtüyünü əvəz eləyən milli elementimiz olan kələyaqdan istifadə olunacaq. Bunu bir qanunləşdirirlər. Axı dünyanın heç bir yerində belə bir şey yoxdur axı. Bunun hansı beynəlxalq hüquqa əsasən bu addım atılır? İkinci tərəfdən kələyağını biz inkar eləmirik ki, kələyağı Azərbaycan milli bir geyim formasıdır, baş örtüyüdür. Və buna qarşı bu bir həm də dəyər hesab edirik. Biz bütün milli deməli geyim formasını, milli münasibətləri, keçmişdən gələn bizim ata-babalarımızın yaşadıqları ənənələr və s. bu adətlər, bunları hamısı biz dəyər hesab edirik. Dəyər ümumiyyətlə nədir ki? Dəyər, milli dəyər nədir? Milli dəyərlə bunlardır da. Milli dəyər o insanın dilidir, insanın adətidir, insanın ənənəsidir. Burada toy adətidir, yas adətidir, ondan sonra qohumluq adət əlaqələridir, qonaq gedib gəlmək adətləridir, elçilik adətidir və s. Bunlar hamısı bizim dəyərlərimizdir. Dəyər başqa nə ola bilər ki? İndi dəyər nədir? Baxın, dəyər nə deyirlər də. Bir də dəyər dildir, dindir, ondan sonra yaşanan adət-ənənələrdir. Bunlar dəyərdir, qəhrəmanlardır, bunlar dəyərdir. Bu dəyər onlar o şeylər deyirlər ki, o şeylər insanları birləşdirir. İnsanların birləşməsi üçün cazibə qüvvəsi var onda. Onlar dəyərdir. Amma çox təəssüflər olsun ki, bu hakimiyyət, Əliyev hakimiyyəti insanların arasında deməli bu dəyərləri aradan aparırlar. Baxın, toy adətlərimiz hansı vəziyyətdədir? Toy adətlərindən 20 il bundan əvvəlin adətlərindən nə adət qalıb? Heç biri, hamısı sıradan çıxıb gedib. Yas adətlərimiz də elədir, yas məclislərimizdə də hansı biabırçılıları gündə bir dənə bəhanə ilə, güya bu ölkədə heç bir problem yox imiş və bir dənə elə yas problemi imiş. Mollası da, ruhanisi də, ilahiyyatçısı da dırnaq arası. Hamısı gəlib çıxıb ki, yasın əleyhinə başlayırlar müəyyən deməli kontur arqumentlər hazırlayırlar, təqdim edirlər və s. Bu barədə biz danışırıq. Dəyərlərin korlanması, dəyərlərin üz-üzə qoyulması, biz kələyağının milli dəyər olduğunu inkar eləmirik ki, bizim zaten nənələrimiz, analarımız kələyağdan istifadə ediblər və bizim məsəl üçün 20 il, 30 il bundan əvvəl elçi gedəndə nənələrimiz öz gəlinləri üçün birinci kələyağını yaparmırdılar. Bir dənə kələyağı yaparırdılar, atırdılar bir dənə xanım qızın başına və ondan artıq o qızın bu ailənin gəlini olduğu göstərici olurdu. Bu ailənin bu gəlinidir. O namus daşıyıcısı sayılırdı da bu. Yəni bir dənə kələyağı aparıb atırdılar bir dənə xanımın başına. O məlum olur ki, bu xanım artıq filan ailənin namusudur. Kələyağın namus nümunəsidir olub bizdə. Ondan sonra baxırdıq, mən məsələn xatırlayıram, mən uşaq yaşlarında görmüşəm qıza elçi cehiz verəndə onun cehiz sandığında kələyaqlar olurdu. Qaynana, qaynata onun üçün müəyyən deməli paltar aparırlar, belə deyirlər də, paltar aparırlar, gəlin paltarları. İndi onlar hamısı ləğv olunub. Amma əvvəl
deməli oğlan evi müxtəlif paltarlar alırlar, parçalar alırlar, aparırlar. Hələ mən o dövrü deyirəm. 90-ın əvvəlləri, o dövrlər 80-in axırları filan. O dövrlərdə belə bir adətlər vardı, xüsusən rayon yerlərində. Biz bunları biz imtina eləməmişik ki, bunlar yavaş-yavaş müasir dövrümüzlə gəlib və yavaş-yavaş insanlar bunlardan özləri biraz uzaqlaşıblar. Və indi də bu kələyəni sıradan çıxardıblar, çıxıb, ya çıxarılıb və yaxud da özü çıxıb, yəni dövrün inkişafı ilə əlaqədar olaraq. İndi biz kələyəni zaten deməli hesab edirik ki, bəli, milli dəyər kimi biz bunu saxlamalıyıq, qorumalıyıq. Amma kələyi kimi bir milli dəyəri gətirib hicab kimi vacib bir dəyəri ilə üz-üzə qoymaq, bu nə qədər məntiqlidir? Məsəl üçün, belə bir hadisə olurdu Azərbaycanda. Kimsə elmdən danışmaq istəyir, durub elm inkişafdan, elmdir də, amma gətirib elmlə dini üz-üzə qoymaq. Biz bunun həmişə əleyhinə olmuşuq. Elmlə din üz-üzə ola bilməz ki. Elm, din bir-birini təkmilləşdirir, din müəyyən məlumatı verir, elm isə o məlumatın detallarını araşdırır, açıq qoyur ortaya. Elmə qarşı din elə elmdir, elm də dindir. Eyni zamanda kələyə də bir dəyərdir, hicab da bir dəyərdir. Axı bu bir dəyəri aradan aparmaq üçün başqa bir dəyəri mindirmək, qüvvəyə mindirmək bu nə qədər dərəcədə doğrudur? Biz bunu ümumiyyətlə yanlış hesab edirik və belə bir halın deməli Azərbaycanda rejim tərəfindən dini bir vacibata qarşı hücumların rəsmiləşdirilməsi kimi qələmə veririk, yəni qeyd edirik. Onsuz da deməli hicabla bağlı danışdığımız kimi illərdir Azərbaycan hakimiyyətinin çox ciddi bir propagandasına şahidlik eləyirik. Bu gün isə gəlib hicab olmasın, qoy olsun elə kələyağı. Axı bunları niyə üz-üzə qoymalıyıq biz? Və hicab olmasını birdən-birə deyə bilmirlər hicab olmasın. Çünki bunlar bir 25 ildir təqribən hicab olmasın deyirlər. Hicab olmasın, hicab olmasın. 25 ildir təbliğat aparırlar, hicab olmasın. Nəticə nə olur? Hicab olur. Bax, bu qırmızı xətlə altı çizilmiş bir məsələdir. 25 ildir bu hakimiyyət təbliğat aparır ki, hicab olmasın, hicab geyinməyin. Amma biz görürük ki, hicab olur. Bəlkə də mən düşünürəm ki, Azərbaycan hakimiyyəti hicaba qarşı bu qədər anti-təbliğatla məşğul olmasaydı, Azərbaycanda hicabların sayı bu qədər olmazdı. Maşallah, məsəl üçün biz 2000-ci illərdə görürük, məsələn, ümumi dindar hesab olunan namaz qılanları elə deyirəm. Namaz qılan hesab olunan, namaz qılan xanımların məsələn 10% hicab geyinirdisə, artıq indi 50%-ə qalxıb bu. Bunu da açıq demək lazımdır. Hicaba qarşı o təzyiqlər artdıqca xanımlar da hicaba sarılırlar. Xanımlar da onun dəyərini anlayırlar. Xanımlar da bu əxlaqsız, şorgöz, xain, xəstə qəlblərin niyyətlərini başa düşürlər və o xəstə qəlblərin ovuna çevrilməmək istəyirlər. Və bilirlər ki, qadınların rahatlığını təmin etmək üçün hicabdan gözəl bir vasitə yoxdur. Ola bilməz. Bir dənə qadın hicabdan gözəl nəsə bir vasitə olsun ki, o özünü rahat hiss eləsin. Qadınların rahatçılığıdır, qadınlar. Çünki qadınların rahatçılığı bilirsiniz nədir? Qadınlar yad gözlərdən, yad baxışlardan, xain baxışlardan, xəstə baxışlardan, Quran ifadəsidir bu. Xəstə baxışlardan özlərini qorumaq üçün hicab qədər gözəl bir vasitə tapa bilməzlər. Hicabın mahiyyəti bax budur. Bir cəmiyyətdə əgər xəstəliklərin, bu cür xəstəliklərin qarşısını almaq istəyiriksə, onun ən gözəl dərmanı da qadınların qorunmasıdır, özlərini təhlükəsiz hiss etmələridir. Hicab qadının təhlükəsizliyidir. Əzizlər, mən istəyirəm bu kələyə mövzusuna toxunam. Düşünürəm ki, burada biz indi bunun bir tərəfin hesab edirik. Amma mənim ağlıma bir şey gəldi ki,
Gəlin görək bu kələyağı, ümumiyyətlə kələyağı Azərbaycanda kimin monopoliyasındadır? Bilirik ki, Azərbaycan ümumilikdə bir monopoliya ölkəsidir. Burada adi spika çöpü də bir müstəqil sahibkarın deməli ixtiyarında ola bilməz. Mütləq bütün sahələr, əgər sahibkarlar varsa, bunlar hamısı deməli bütün sahələr bölüşdürülüb. Biri məsəl üçün bir məmur kartof soğan işinə baxır, bir məmur banan işinə baxır, bir məmur alma, armud işinə baxır. Belə də bölüşdürülüblər və məmurlar arası dava da məhz bunun üzərində gedir. Bu artıq ölkənin mafiyot qruplar tərəfindən idarə olunması anlamındadır. Məmurlar da onun üstə dava gedir. Məsələn, biraz gücləndi, pomidor dayı mənim kurasiyamda oldu. Biri güclənir, deyir ki, məmur məsəl üçün hər hansı bir nazir, müavin, məmur, icra başçısı filan, bu gün bunların davasını aparır. Məmur, icra başçıları, nazirlər, ondan sonra böyük vəzifədə olan adamlar, bunlar fikirləşmirlər ki, ölkəni biz necə normal idarə eləyək. Bunlar deyirlər ki, biz necə eləyək ki, məsələn, bizim kurasiyamızda bir çox sahələr bizim kurasiyamızda olsun. Soğan məndə olsun, məsələn, kartof məndə olsun, pomidor xiyar birində məndə olsun, badımcan məndə olsun. Kələyağı da belə də, kələyağı da bir gəlir mənbəyinə çevrilir. Adətən bax, belə bir qayda var da, bu dünyanın bir çox ölkələrində var, amma Azərbaycanda daha çox bu geniş yayılıb. Belə bir qayda var. Məsələn, hər hansı bir şeyi bazara salmaq üçün, bazarda onu aktivləşdirmək üçün həmən şey haqqında əvvəl qaydalar tətbiq olunur. Onun əhəmiyyəti təbliğ olunur. Məsələn, bir ara yadınızdadır da, məsələn, pambıqçılıqla bağlı bütün İlham Əliyevdən tutmuş nazirlərə qədər hamı pambıqçı olmuşdu. Nə oldu? O pambıqçılıq məsələsi hara getdi? Bir ara məsəl üçün baramaçılığı təbliğ elədilər. Baramaçılıq. Hamı ipək qurdundan danışırdı, baramaçılıq. Biz belə eləyəcəyik, belə ipək parçaları istehsal eləyəcəyik, bağ belə, bostan belə. Bir məsələsinin vaxt var idi. Ondan sonra üzümçülük, maldardı. Bunlar hamısı şeylə oldu da, hərəsi 1 il, 2 il, belə-belə. Amma heç birinin bir nəticəsi olmadı. Heç birinin. Amma bu istiqamətdə pullar ayrıldı. Məsələn, bir pambıqçılıqla bağlı investisiyalar ayrıldı Azərbaycan dövlət büdcəsindən, xarici müəyyən əlaqələr. Lazım olan adamlar orada kifayət qədər yaxşı pullar yedilər. Kimdir pambıq əkən? Kimdir ölkə? Düzdür, Azərbaycanda kənd təsərrüfat istiqamətində, xüsusən pambıqçılıq sahəsində çox böyük potensial var. Niyə də olmasın? Bugün bilirsiniz də, dünyada xüsusən tibb sahəsində ən çox çatışmayan deməli şeylərdən də biri pambıqdır, təbii pambıq. Avropa ölkələrinin bütün aptekxanalarında da süni pambıqlar. Təbii pambıqlar yoxdur burada. Çox böyük ehtiyac var. Amma əgər normal təbii pambıq istehsal olunsa, satılsa, hələ mən onun parçasını demirəm, amma pambıq parçalarının istehsalı, pambıq parçaları, bu çoxu gördükdə parçalar, geyim paltarların çoxu faizlə götürəndə böyük sintetik materiallardır. Yüngülvari pambıq qatı var onun. Nəmlisə faiz isə hər parçada. İndi o malın keyfiyyətindən asılı olan şeylərdir. Yəni demək istəyirəm ki, pambıq dünyada, dünya bazarında ehtiyac olunan əmtəə hesab olunur. Azərbaycan Aran rayonları da Sovetin dövründə nə qədər pambıq, düzdür, Heydər Əliyev böyük şişirdilmiş rəqəmlər də yazırdı ora. Amma real olaraq Azərbaycanda pambıqçılıq çox böyük, neft qədər mən bəlkə də deyərdim, neft qədər gəlir gətirə bilən sahədir. Neft qədər. Biraz zəhməti var, biraz müəyyən məsələn əziyyəti var və s. Amma faktiki odur ki, bahalı bir sahədir. Eyni zamanda barama sahəsi, ondan sonra maldarlıq. Maldarlıq biz elə bir vəziyyətə gəlib düşmüşük ki, bir ara proqram ayırdılar cəmaata biz mal verək. Gördünüz də nələr verdilər. Ayaqüstə ölən
heyvanlar getdilər, verdilər və onları xarici cins inək kimi aformit elədilər. Amma ayaqüstə ölən, hətta neçəsi görürsən ki, o inəklər verildi sosial yardım olaraq. Təbii ki, onlar qeydiyyatdan keçirdi, böyük məbləğlərin hesabına başa gəlirdi o. Aparırlar evə, tövləyə salmamış gördün ki, səhər xəbər çıxdı ki, inək öldü. Yəni zaten can üstü olan heyvanları verdilər də. Çünki məqsəd şey deyil idi. Məqsəd kənd təsərrüfatına xidmət deyildi. Məqsəd insanların sosial vəziyyətini yaxşılaşdırmaq, rifahını yüksəltmək deyildi. Məqsəd büdcədən nə qədər pul yeməkdir. Çünki büdcədən neft satılır, pul gəlir büdcəyə. O pulu necə çıxarsınlar oradan? Düzdür, belə də çıxarda bilərlər, amma hər halda bunlar bir heç olmasa hüquqi olaraq bir deməli orada nəsə qeyd edirlər də tam açıq şəkildə oğurluq eləmirlər. Bunlar dolayısı ilə oğurluq eləyirlər. Kələyə mövzusu da mənim deməli diqqətimi bu hicab mövzuda o istiqamətə çəkdi deyə bilərəm. Yəni ilk ağlıma gələn bu oldu ki, nə oldu günün bu vaxtında hicabı ləğv eləyək, gətirək, onun yerinə kələyə qoyaq. Hə, bunun mənəvi tərəflərini danışdıq. Dərini dərlə qarşı-qarşıya qoymaqdır, dini məsələn göstərişə qarşı getməkdir, Allahın vacibatının aradan aparılmasıdır, Siyonizmin Azərbaycanda fəsadları və s. Yüzlərlə bu cür bölmələr açıb, saatlarla həmən bölmələrindən də danışa bilərik. Heç problem yoxdur. Amma bunun bir tərəfi əsas mənim düşüncəmə görə bunlar hamısı var. Amma Azərbaycanda bilirik Azərbaycanın başında duranlar necədir? Bunlar, bu hakimiyyət, bu rejimin birinci düşüncəsi mən burada nə qədər qazanacam? Nə qədər qazanacam? Kələyə onsuz dediyim kimi bizim milli dəyərimizdir. Amma bu gün kələyəğidən kim istifadə edir? Kələyəği artıq indi xanımlarımızın başında deyil. Kələyəği indi muzeylərdə, şkaflardadır, rəflərdədir. Gəlib ora çıxıb. Heç kimdə məsələn istifadə eləmir ki, alsan. Hamı elə indi muzeylərə gedir, baxır kələyə, nə yaxşı, götdü əlinə biraz orasına, burasına baxdı, bir dənə belə atdı başına, bir dənə şəkil çəkdirdi xanımlar. Tezdən yenə qoydular, uçdular, getdilər. Yəni bu qazanc gətirmir. Bunun qazanca çevirmək üçün bunun dəyərini artırmaq lazımdır. Bunu da dəyərini necə artıra bilərik? Aha, bunu biz milli geyimə çevirə bilərik. Milli geyimdir də zaten istifadə olunmursa, o zaman biz gətirib bir dənə insanların daha çox ehtiyac duyduqları, istifadə etdikləri bir geyim forması ilə bunu əvəz eləyə bilərik. Həmən geyim forması da hicabdır. Kökün, bu məsələnin kökündə həm də bu dayanır. Əzizlər, gəlin bu məsələni diqqətə çatdıraq. Kələyəğinin arxasında kim durur? Kələyəği Heydər Əliyev fondunun kələyəğinin qorunması və dünyaya tanıtması ilə məşğuldur. Kim? Heydər Əliyev fondu. Kələyəği sənətinin UNESCO-nun tərəfindən qeyri-maddi ird siyahısına daxil edilib. Heydər Əliyev fondunun təkidi və çalışmaları nəticəsində. Heydər Əliyev fondu, bunun da başında kim durur? Mehriban Əliyeva. 2004-cü ildə yaradılıb. Heydər Əliyevin ölümündən bir il sonra və Azərbaycanın qara kassası da bu. Hamı bilir. Heydər Əliyev fondu ilə bağlı biz sabah inşallah geniş danışarıq. Zaten bilirsiniz, xatırlatmaq üçün. İnşallah sabahki canlıda bu Heydər Əliyev fondu ilə bağlı danışarıq. Bəzi məqamlara xatırladarıq. Çünki insanlar hamısı bilir, Heydər Əliyev fondu Azərbaycanda elə şirkət yoxdur ki, Heydər Əliyev fonduna qeyri-rəsmi ödəniş eləsin. Hətta məsələn bu tikilən binaların niyə bahadır bu qədər? Çünki o binalarda DTK-nın, Daxili İşlər Nazirliyinin, Prezident aparatının bərabər Heydər Əliyev fondunun da mənzil payı var. Heydər Əliyev fondunun illik dövriyyəsi nə qədərdir? Kim bilir? Heç kim. Mən düşünürəm ki, Heydər Əliyev fondunun
illik dövriyyəsi ümumiyyətlə bəlkə də Azərbaycanın büdcəsindən çox da olması az da deyil. Çünki bütün işçilər Heydər Əliyev fonduna qeyri-rəsmi olaraq pul ayırır. Hansı idarədən Heydər Əliyev fonduna pul getmir? Hamısından gedir. Tamam. İkinci məsələ. Azərbaycanda rayonlarda, elə şəhərin özündə də, paytaxtda da tikilən bir çox obyektlər, ondan sonra infrastruktur layihələr hətta belə Heydər Əliyev fondunun cəmaət tikir, sahibkarlara tikdirirlər. Adını da qoyurlar ki, Heydər Əliyev fondu bunu tikib. Nə qədər məktəblər tikilib, ki, Heydər Əliyev fondu tikib. Nə qədər yardımlar olub, ki, Heydər Əliyev fondu eləyib. Hələ sahibkarlardan, dövlət strukturlarından nə qədər ora pul toplanır, bunu hamımız bilirik də. Ümumiyyətlə, bunun hesabatı cəmiyyətə nə vaxt verilib? Bax, Azərbaycanda 2 dənə ciddi problem var. Biri Prezidentin Ehtiyat Fondudur, bir də Heydər Əliyev Fondu. Bilirsən, çıxır ki, İlham Əliyev filan rayonun, məsələn, rayona hər hansı bir sosial sahəsini inkişaf etdirmək üçün 2 milyon pul ayırdı. Prezidentin Ehtiyat Fondu. Prezidentin Ehtiyat Fondu nə deməkdir? Bunu hüquqi cəhətdə mən dəfələrlə bayaq danışmışam. Bunu kim izah eləyə bilər? Bu Prezidentin Ehtiyat Fondu nə deməkdir axı? Bu dövlət büdcəsi varsa, o ehtiyat fondu nə deməkdir? Bunlar dövlət büdcəsindən ayrılmalıdır da. Dövlət büdcəsindən ayrılmalıdır ki, ölkə normal idarə olunsun. Ölkədə ikili hesabatlılıq ola bilməz. İkili də deyir, Azərbaycanda bəlkə də 10 hesabat, gizli hesabat forması var. İkili mühasibat deyirlər də buna. İkili, üçlü, dörtlü mühasibat. Nəyə lazımdır? Axı bu ikili, üçlü, dörtlü mühasibatlıqda oğrunu tapmaq olmaz ki. Necə tapacaqsan oğrunu? Dövlət hansı ki, o ikili, üçlü hesabatı özü aparır. Mühasibatlığı özü aparır. Əksər idarələrdə, dövlət idarələrində bir normal hesabatlıq vardı, normal mühasibatlıq vardı, bir də paket sistemi vardı. Yavaş-yavaş paketi ləğv eləyiblər. Bəlkə də hamısını deyəmirəm, amma əksər idarələrdə ləğv olunub. Bir dövlət idarələrində əgər ikili mühasibatlıq varsa, o necə dövlət idarəsidir? Kimdən oğurlayıb, kim üçün oğurlayır? Baxın, əzizlər, bu məsələnin arxasında Mehriban Əliyeva durur. Bu bir mənalıdır. Azərbaycanda hicab mövzusunu bu vəziyyətə gətirən əsas subyektlərdən biri Mehriban Əliyeva şəxsən özüdür. Mehriban Əliyeva zaten 2017-ci ilin aprel ayının 21-dən ölkənin ikinci, artıq 9 ildir, ölkənin rəsmi olaraq ikinci adamı hesab olunur. Konstitusiyaya görə. Çünki 2016-cı ilin sentyabrın 26-sında referendum keçirildi və ondan bir neçə ay sonra, fevral ayının 21-də artıq o referendumun nəticəsi olaraq İlham Əliyev Mehriban Əliyevanı vitse-prezident vəzifəsinə təyin elədi. Vitse-prezident vəzifəsinə təyin elədi. Amma vitse-prezident vəzifəsi olan ölkələrdə bu vəzifə təyinatla olmur, seçki ilə olur. Hansı ölkələrdə ki, vitse-prezident vəzifəsi mövcuddur, həmən ölkələrdə, mən əksəriyyətində baxmışam, həmən ölkələrdə vitse-prezident vəzifəsi təyinatla olmur. Seçki ilə olur. Yəni, prezident seçkilərində vitse-prezident də təqdim olunur. Filankəs prezident, filankəs də vitse-prezident. Seçki ilə olur. Və Mehriban Əliyeva bu hicab məsələsinin, hicab problemini yaradan şəxs budur. Bu mövzuda isə mən hesab edirəm ki, əsasən burada maliyyə məsələsi, iqtisadi məsələ qabarıqdır. Kələyağının artıq hicab kimi bazara salınması. Baxın, bir xırda hesablama aparında görün,
Azərbaycanda hicab bazarında nə qədər dövriyə var hicabla bağlı. Heç olmasa ölkədə, mən bunu düzdür hesablamamışam, amma siz sadə bir üsulla hesablayıb bir nəticə gələ bilərsiniz. Nə qədər xanım var, nə qədər xanım hicab geyinir və bu qədər pullar fırlanır. Hicab alır, hədiyyə eləyir, özü üçün alır və s. Düşünürəm ki, hicabla kələyağının əvəz edilməsi, kələyağının hicab səviyyəsinə qaldırılması, bu əslində kələyağının deməli, kələyağı məsələsini gündəmə gətirmək və eyni zamanda kələyağının satışı ilə bağlı bazarı aktivləşdirməkdir. Biz bunu, bu əlbəttə ki, mənim təhlilimdir, mənim proqnozumdur. Biz bu istiqamətdə məsələlərə tam yaxında aydınlıq gətirəcəyik. Məlum olacaq ki, bəli, əslində Azərbaycanda hicaba qarşı mübarizə bizim bu vaxta qədər danışdıqlarımız, dediklərimiz hamısı öz yerində. Hökumətin bu istiqamətdə apardığı təbliğat, Siyonizmin təkidi və s. bunlarla yanaşı, həm də bir kələyağı biznesinin inkişaf etdirilməsi də bu səbəblərin birinə çevrilib artıq. İnşallah ümid edirik ki, bunların heç biri öz nəticəsini verməyəcək. Çünki hicab Allahın müsəlman qadınlarına vacib etdiyi bir əmirdir. Allahın əmrinə qarşı çıxılmaq, Allaha qarşı çıxmaq deməkdir və Allaha qarşı çıxmağın da acı nəticələri var. Biz bunu tarix boyu görmüşük, yüzlərlə nümunələr göstərə bilərik. Bu məsələdə də düşünürük ki, inşallah tez bir zamanda bütün detallar ifşa olunacaq və rejimin bu mövzuda da niyyəti baş tutmayacaq. Rejim hələ ki İslam dini ilə, Əhl-i Beyt məktəbi ilə mübarizə aparır. Çünki qarşı tərəfi immunitetsiz bir vəziyyətə salıb, nokaut vəziyyətinə salıb. Amma belə də olmaz axı. Belə də olmaz. İnşallah İslam oğulları, İslam qızları rejimin İslama qarşı apardığı bu anti-təbliğatı layiqli cavabını verəcəklər. Bu yaxında olacaq inşallah. İnşallah İlham Əliyev hakimiyyətin bütün komanda üzvləri hamıya aiddir. Layiqli cəzalarını alacaqlar. Hər hansı bir formada. Və İslamın, Allahın, Quranın göndərdiyi, vacib etdiyi əmirlərə qarşı çıxanlar tarix boyu heç biri öz arzusuna çatmayıb. Çünki Allah hədislərdə var. Peyğəmbərin halalı Muhammed halalun ilə yevmil qiyamə. Peyğəmbərin halalı qiyamətə qədər halaldır, haramı da qiyamətə qədər haramdır. Bu prinsip Allahın vədəsidir. Allahın halalına əl uzadıb haram eləyənlərin əli hər zaman kəsilib, məhv olub. Haramını da halal eləyənlər yenə də eyni aqibəti yaşayıblar. Bundan sonra da inşallah eyni aqibət yaşanılacaq. Mən hər birinizə təşəkkür edirəm, səbirlə dinlədiniz. Bir daha da paylaşım eləyənlərə, yorum yazanlara, bəyənənlərə xüsusi minnətdarlığımı bildirirəm. İnşallah ümid edirəm ki, Allah bizi həqiqi möminlərdən, həqiqi mücahidlərdən qərar verər inşallah. Əzizlər, təşəkkür edirəm, sağ olun. Allah sizi qorusun, Allah bizi Əhl-i Beyt məktəbindən, Əhl-i Beyt yolundan uzaq salmasın. Allah bizi inşallah həm daxili, həm xarici düşmənlərlə, zalimlərlə mübarizə aparmaqda Allah bizə yardımcı olsun. Allah'a əmanında, sağ olun.